Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim, xoş gördük hər kəsi. Bugün sizləri yenidən Mərdəkandan salamlayıram. Qoşaqala restoranının yaxınlığında yerləşən 12 sot sahəsi olan, bax belə bir gözəl, möhtəşəm villanı çəkmək üçün gəlmişəm. Sağ tərəfdə daxil olan kimi həyətə sol tərəfimizdə maşın saxlaya biləcəyiniz yeri, yanında sanitar qovşağı. Gəl yavaş-yavaş tez-tez, daha doğrusu tez-tez davam edək. Hava soyuqdur. Bu arada like'larınızı gözləyirəm. Bir-iki dənə də komment yazsanız sevinərəm. Sol tərəfdə gördüyünüz kimi besetkası var. Söhbətgahı, mətbəx mebeli. İsti döşəməlidir. Kim istəsə indi cam balkonla bağlayar. Yanında manqalı. Evin ətrafını tam dövr eləmək mümkündür. Hava soyuq olduğu üçün qısa-qısa çəkirəm. İnşallah zəng eləyərsiniz, gəlib yerində yaxından tanış olarıq. Burada 10 metr uzunluğunda, 6 metr enində olan hovuzudur. Möhtəşəm bir hovuzu var bu arada. Bunu evin içindən də sizlərə göstərəcəm. Mətbəxin terasıdır burada da. Ya Allah, gedək evə, soyuqdur. Daxil olduq evin içinə. 450 kvadratlıq bir evdir. 6 otaqlı. Gəlin bir-bir yavaş-yavaş tanış olaq. Birinci mərtəbədə 58 kvadratlıq belə bir geniş zalı var. Bu arada lüstrlər də möhtəşəmdir. Üç tərəfdən pəncərəsi var gördüyünüz kimi. Pərdələri vurulub. Sadəcə olaraq açmaq istəmədim. Gəl. Çox geniş, fərqli bir dizaynı var. Holun dizaynı möhtəşəmdir. Gördüyünüz kimi belə bir hündür 8 metrlik tavanı var. Qəşəng bir lüstr da asıblar. Gözələ gözəl deyərlər. Məncə əladır. Sağ tərəfdə paltarlarınızı qoya biləcəyiniz bir yeri var. Burada da 30 kvadratlıq geniş bir mətbəxi var. Mətbəxin yanında da çamaşırxanası var. Paltarlarınızı yuya biləcəyiniz bir yer. Mətbəxdən də həyətə çıxışını göstərim sizlər üçün. Buradan da həyətə çıxmaq mümkündür rahatlıqla. Gəlin indi keçək. Bir dənə birinci mərtəbədə olan ümumi sanitar qovşağı ilə tanış olaq. Burada evin ümumi sanitar qovşağıdır. Birinci mərtəbəyə aiddir. Onun yanında da bir dənə yataq otağı var. 22 kvadratlıq bir yataq otağıdır. Bu arada qapıların hündürlüyü 2.45-dir. Tavanın hündürlüyü birinci mərtəbədə 4 metrdir. İndi gedək ikinci mərtəbəyə. Gəlirsən, gəl yuxarıda görüşərik. Gəldik ikinci mərtəbəyə. Bax, belə gördüyünüz möhtəşəm 4 metrlik bir çılçılaq asılıb. İkinci mərtəbədə də 4 dənə yataq otağımız var. Bir-bir elə pilləkənin yanından başlayaq. Bu arada ev tam monolit tikildi, onu da qeyd eləmiş olum sizlər üçün. Burada da 22 kvadratlıq bir yataq otağı var, özünün sanitar qovşağı var. Burada 30 kvadratlıq geniş bir yataq otağı var, özünün sanitar qovşağı var. Və özünün geniş bir, böyük bir eyvanı var. Onu da sizlər üçün göstərmək istəyirəm. Pərdəni aça bilsəm göstərəcəm. Belə bir geniş bir eyvanı da var. Orada da qonaqlarımız gəlir. Bu pərdəni qaytaraq yerinə. Getdik. Buradan kiçik bir eyvan da var həyətə. O da həyətə baxan bir kiçik bir eyvanı var. İndi çıxmayacağım da orada böyükdən gördünüz.
İkinci mərtəbənin tavanın hündürlüyü 3.40-dır. Bunu da qeyd eləmiş olaq. Burada da 25 kvadratlıq bir yataq otağı var. Həyətə baxan yataq otağıdır. Özünün burada da dolabı var. Yanında ikinci mərtəbənin ümumi sanitar qovşağı var. Maşallah kifayət qədər də genişdir. Və sonuncu 5-ci yataq otağı. Bu da 30 kvadratlıq bir yataq otağıdır. Özünün dolabı da var. Bunu da sizlər üçün göstərim. Kameramız elə bildi ki, sanitar qovşağı da olsun. Ya Allah. Gəl elə evdə birinci mərtəbədə sağollaşaq. Gözəl insanlar, gəldik bir videomuzun daha sonuna. Allah'tan arzum hər birinizə bundan daha yaxşı, bundan daha gözəl evlər nəsib olsun. Hamınıza xoşbəxtçilik arzulayıram. Gələk ən vacib məsələyə, qiymət. 450 kvadrat, 12 sotun içində olan bu ev Mərdəkanda yerləşir. Qoşaqalay restoranının yaxınlığındadır. Qiyməti havayı 1.050.000 manat. İnşallah hər kim alacaqsa indidən xeyirli, uğurlu olsun. Sağ olun, özünüzdən müğayət olun. Hələlik.